Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər. Bugünkü mövzumuz mübtəda xəbər uzlaşmadır. Əslində bu yeni bir dərs deyil. Niyə görə? Çünki biz bunu hissə-hissə qaydaların içində keçmişik. Yəni ən böyük bir hissəsini zamanlarda, yəni 16 dənə zamanda, daha sonra isə modal əvəzlikdə, yəni hissə-hissə bu uzlaşmalar nəydən ibarətdir, hamısını keçmişik. Deməli, ilk öncə başlayırıq nə ilə? Sadə bir nümunə ilə. Məsələn, mübtəda xəbər uzlaşma deyiləndə nəyi nəzərdə tutur? Sarah has told many things. Yəni, mübtədam Saradır, xəbərimdə has sold. Yəni, mən bunu bilirəm, sadəcə olaraq bugün bildiklərimin üstündən keçəcəm. Sara üçüncü şəxsin təkidir. Mən də bura baxıram ki, bu indiki bitmiş zamandır. Yəni, present perfect tense formdur. Deməli, əgər Sara üçüncü şəxsin təkidirsə, burada have olacaq nə? S qəbul edəcək. Yəni, olacaq has sold many things. Və bunlardan sonra isə mütləq şəkildə, yəni mübtəda xəbərdən sonraki hissənin də uzlaşmalarına diqqət yetirin. Niyə? Çünki testlərdə şərt olaraq yazır ki, choose the correct variant. Yəni bunu belə yazanda nəinki mübtəda xəbər, bütünlüklə cümləni tamamilə yoxlamalıyam. Deməli, davam edirik. Burada bizim belə bir qaydamız var. Biz bu qaydanı ilk dəfə isim dərsini keçəndə orada bir demişdik ki, yoldaşlar, ilk dərs isim olsa belə, yenə də biz xırda-xırda dərslər nə edəcəyik, bir-birinə inteqrasiya edirik. Məsələn, deyirik ki, ismim cəm olarsa mübtədada, məsələn, polis və yaxud da ki, 9 dənə kökündən dəyişən isimlər, fərq etməz. Mübtədam cəmdirsə, xəbərdə cəm verəcəm. Mübtəda təksə, xəbər də tək verəcəm. İndi orada bir sual vermişdik ki, biz nə bilək ki, xəbərlər hansı təkdir, hansı cəmdir. Və belə bir sxem yazmışdıq ki, şərti olaraq bilək və bugün onu bir daha təkrarlamış oluruq. Is, was, has ki, bunlar dəyişilməzdir. Does, feil, üstəgəl s. Yəni, feildə s olarsa, bu feillər nədir? Təkdədir. Amma are, were, have, feildə s olmasa, o feillər cəmdədir. Yəni, bir dənə bu hissəyə fikir verin. Do, yəni bu qəbilənin içinə qatmaq olar. S yoxdur, cəmdədir. Does, s var, təkdədir. İndi gəldim bu will hissəsinə, bir də modal feil məsələsinə. Yoldaşlar, will təki cəmi olmayan, yəni həm təkdə işlədə bilərəm, həm cəmdə işlədə bilərəm. Gələcək zamanın göstəricisidir. Yəni, uzlaşmamız bizim hal-hazırda bu qədər. Daha sonra isə gəlirik bu hissəyə. Deyir ki, feilin sonunda SES şəkilçisi xəbərin təkdə olduğunu bildirir. Yəni, bu qrafiyə aiddir. Məsələn, leaves S olduğuna görə təkdədir. Leave cəmdədir. Goes, go, counts, count. Bu formada davam edirik. Və bizim burada vurğuladığımız will-dən danışır. Deyir ki, yoldaşlar, will həm təkdə götürə bilərəm, həm cəmdə götürə bilərəm. Okey, bu qədər sadə. Davam edirik. Çalışacağım daha çox izah olan yerlərdə ətraflı izahlar verim və digərləri sürətli keçim. Deyir ki, uzlaşma aid testlərdə aşağıdakı qaydalara diqqət etmək lazımdır. Nədir o? Birinci başlıq nə ilə? Sayılmayan isimlər xəbəri təkdə olarsa. Yoldaşlar, mübtəda nədir? All the flower. Ən çox buraxılan kobud bir səhvlər nədir? Bəzən tələbələr və yaxud da abituriyentlər heç bu hissəyə baxmır. Olu gördü mü? Yəni yazır ki, bitdi. Yəni bu cəmdədir. Yoldaşlar, bax mən bayaq ona görə dedim ki, biz mübtəda xəbər uzlaşmanın bir hissəsini zamanlarda, modalda və əvəzliklərdə də keçdik. Əvəzlik nədir? Bax bu hissə. Ol özündən sonra cəm isim də istəyir, sayılmayan isim də istəyir. Yəni burada fərq yoxdur ki. Amma buradakı xəbərinin nə ilə uzlaşması isə flower, yəni isimdən asılıdır. Yoldaşlar, isimimiz sayılan təkdədir, xəbər də tək olmalıdır. Məsələn, isimimiz mücərrəd məfhumlu, mübtədamız mücərrəd məfhumlu isimdir, xəbər də təkdədir. Fikir verirsə, has, is, was, is, yəni bizim bayaq keçdiyimiz həmin o cədvəldəki feillərdir. Məsələ bitmişdir. Ondan sonra gəldik nəyə? Digər qeydimizə. Deyir ki, sayılmayan isimlərin əvvəlində kəmiyyət bildirən aşağıdakı sözlər işləndikdə belə xəbərlər təkdə olur. Bu nə deməkdir? Biz artıq çıxdıq getdik quantifiers dərsinə, təyinləyicilər dərsinə. Təyinləyicilər dərsində biz bunları öyrənmişik. A lot of, lots of, plenty of, enough, more, most. Yəni bu kimi üçüncü qrupa aid olan, biz orada qruplara bölmüşdük. 1. Ancaq cəm, 2. Ancaq sayılmayan, 3. 2 tələbi olanlar ki, onlara da bunlar aiddir. Və onlardan əlavə ikinci qrupa da fikir veririk. Məsələn, orada deyirik ki, much, little, a little, bunlar özündən sonra sayılmayan istəyir. Many, few, a few, several, bunlar özündən sonra cəm istəyir. Bunlar isə iki tələbi var. Həm cəm də ola bilər, həm sayılmayan da ola bilər. Yenə də son sözümüzü hara baxırıq? İsimə baxırıq.
Maç özündən sonra sayılmayan istəyir, isim sayılmayandır, təkdədir, xəbər təkdədir. Yəni məsələ budur ki, bunların hamısı bir yerdə isimdir. Yəni uyğunluğu gözləmək lazımdır. Sonra gəldim ikincisi, deyir ki, and bağlayıcısı ilə işlənərsən. Yoldaşlar, bu da çox qarışdırılan bir məsələlərdəndir. Diqqətinizi çox verin bura. Deməli, əgər mübtədam and-lə həmcins isim olarsa, yəni and-in hər iki tərəfində iki söz olarsa, xəbərim nə olacaq? Bunun sayılan, sayılmayan, tək, cəm olması heç maraqlı deyil. Niyə? Çünki iki dənə komponent olduğuna görə xəbərim cəmdə olacaq. İstəyir sayılan olsun, istəyir sayılmayan olsun. Fikir verirsinizsə, joyfulness and sadness. 1, 2, iki komponent olduğuna görə xəbərim də nəydədir? Cəmdədir. Yəni bu qədər sadə. Yenə məsələn bəzi abituriyentlər deyir ki, müəllim, sadness orada axı mücərrəd məfhumlu isimdir, təkdədir. Niyə biz burada tək götürmürük? Yoldaşlar, baxın, 2 dənə. 1, 2. Xəbərdə nə olmalıdır? Cəmdə olmalıdır. Bu qədər sadə. Və ənlə bağlı digər bir məsələ var. Deyir ki, ehtiyatlı olun. Bəzən dırnaq içərisində bir ad olarsa necə olacaq? Yoldaşlar, bax bu Tom and Jerry deyəndə əsər adları, mütfilm adları və yaxud da ki, nəyinsə adı olursa olsun fərqi yoxdur. Dırnaq içərisində veribsə, bu bir dənədir. Yəni bu bayaqki kimi Tom ayrı, Jerry ayrı deyil. Dırnaqları yığışdırsam, yəni baba, əsas məsələ bu dırnaqlardadır. Bu dırnaqları yığışdırsam, onda baxıram ki, Tom 1, Jerry 2, burada 2 dənə nə var? Tərəf var. Amma dırnaq içərisində olduğuna görə, deməli bu bir dənədir, bir baba dırnaq içərisindədir, bir Tom and Jerry. Ona görə də xəbər nəydə verib? Təkdə verib. Yəni dırnaqlara diqqətlə fikir verdik. Sonra gəldik zeri-zera məsələsi. Ayrıca bir bölmə kimi də var. Təbii ki də, mən ona görə dedim ki, bunlar yığılma bir dərsdir. Yəni sıfırdan bir dərs deyil. Zeri-zera ayrı bir dərs kimi var. Biz orada deyirik ki, zeri-zerada izə ara, yəni xəbərə yaxın olan isimlə uzlaşır. Yaxın olan nədir? Məsələn, baba fikir verin, a boy and two girls. 2 dənə isim var, biri təkdə, biri cəmdə. Mən nə götürüm? Təbii ki də xəbərə yaxın olan hansıdır? Oğlan. Oğlan təkdə olduğuna görə iz olmalıdır. Burada qızlar cəm olduğuna görə ar olmalıdır. Bu qədər sadə, bəsit. Sonra gəldim bu hissəyə. Bax, bunu da biz isimdə keçmişdik ki, 4 dənə isim konstruksiyası. 2 isim yanaşı gələrsə, 2 isim arasında apostrof s varsa, 2 isim arasında of varsa, 2 isim arasında söz önü varsa, nə uzlaşıdır? 2 isim yanaşı gəlibsə, ikinci isim əsasdır. Shops cəmdə, ar cəmdə. Deyərsiniz ki, müəllim, siz 4 dənə kateqoriya saydınız, biz onları necə əzbərləyək? Yoldaşlar, bunu əzbərləməkdən savayı bizə praktik bilik daha çox önəmlidir. Tərcümə. Yəni deyir ki, mebel dükanları. Yəni, söhbət burada nədən gedir? Dükanlardan. Hansı dükanlar? Mebel. Yəni, furniture burada nitq hissəsi kimi isim olsa da cümlə üzvü kimi təyindir. Bax, buna bir dənə çox diqqətlə fikir verin. Uşaqlar qarışdırır. Deyirəm ki, hansı cümlə üzvüdür? Deyir ki, isim. Deyirəm, axı cümlə üzvü başqa şeydir, nitq hissəsi başqa şeydir. Hələ ki, çox sadə irəliyirik. Məncə, ümumən sadə olmalıdır bu. Deyir ki, 2 hissəli isimlərdə əsas tərəf ikinci isimdir. Yəni, bayaqki dediyi, vurğuladığım məsələ. Many information centers. Fikir verin, baba, görürsən, 2 isim yanaşıdır, ikinci isim əsasdır. Yəni, center əsasdır. Deyərsiniz ki, mənim, bax, burada axı bir dənə də city də var. Yoldaşlar, gəlin bunu başdan başlayaq. Deməli, 2 isim arasında söz önü varsa, birinci əsasdır. Baba, bu əsasdır. Düzdürmü? Sonra baxıram ki, yox, burada da 2 dənə isim var. 2 isim yanaşı gəlibsə, ikinci əsasdır. Sentence, deməli, xəbərlə nə uzlaşdı? Mərkəzlər. Mən bunu necə tapa bilərəm? Yəni, mən bunu tərcümədən də tapa bilərəm. Yəni, burada heç bir problem yoxdur. 2 pilləli burada uyğunluq getdi. Daha sonra isə nə deyir? Deyir ki, mübtəda sözünü ilə verilərsə, yenə bayaqki vurğuladım o dördlü kompozisiyadır. Biri budur, ikincisi budur, 2 isim arasında sözünü məsələsi, üçüncüsü budur, 2 isim arasında sözünü varsa, deməli, deyir ki, uşaqlar üçün olan nə? Dükan. Bax, söhbət burada dükandan gedir. Şok təkdə olduğuna görə xəbər də təkdə olacaq. Mən ən sonunda istəsəz sizə bir qeyd kimi yazaram onu. Aha. İndi deyir ki, əgər mübtəda 2 sözünü ilə verilərsə, xəbər birinci sözünündən əvvəl gələnlə uzlaşır. Baxıram ki, deməli, burada nə var?
of. Yəni mən hər dəfə nə edirəm? Sözünün önünə baxıram. Bax burada ofdur. Sözünün önü hara gəldi düşdü? Walls. Baxıram ki, bir dənə də var, deməli bir dənə də qabağa gedirəm. Nə qədər varsa ən birinciyə gedirəm. Yəni burada da ən birinci hansıdır? Color. Ən birinci hansıdır? Furniture. Ən birinci hansıdır? Qualities. Yəni ən birinci duran söz önündən qabaqda nədirsə, xəbərimi də onunla uzlaşdırıram. Qualities cəmdə, are cəmdə. Bu qədər sadə. Deyir, əgər mübtəda həm sözünü, həm də əndi ilə verilərsə, əndi nəzərə almırıq və xəbər sözündən əvvəl gələnlə uzlaşır. Yenə də deyirəm, bax, bayaq nə dedik? Sözünü var, keç qabağa. Yəni, burada da deyir ki, the roofs of the old and new buildings. Mən də baxıram ki, burada ənd də var, sözünü də var. Deməli, mən nə etməliyəm? Yəni, əndin önünə getməliyəm. Burada sözünü var, sözünün önünə getməliyəm. Harada gördünsə, önə doğru hərəkət eləməlisən. Roofs cəmdə, are cəmdə. Bundan əlavə, yoldaşlar, deyəlim ki, bu ənlə verib düzdürmü? Yəni, biraz məntiqimizdə işlədək. Baxıram ki, burada bir dənə isim var, buildings. Bunlar sifətdir. Aydındır. Yəni, bunlar sifətdir. Bunlarla nə uzlaşdıra bilərəm ki? Yenə də bir dənə dərhal gözüm söz önləri görür. Önə gedirəm. Bunlarla xəbərləri uzlaşdırıram. Sonra deyir ki, mübtəda of söz önü ilə verilərsə, xəbər ofdan gələn isimlə uzlaşır. Birinci, həmin o dörtlü kompozisiyada birinci nə oldu? İki isim yanaşı gələrsin. İki isim arasında söz önü varsa, iki isim arasında üçüncüsü of varsa və digəri isə apostrofesi olacaq. İki isim arasında of varsa önə gedirəm. Yəni, bayaqda nə deyirik? Söz önü də önə get. Of görürsənsə önə get. Məsələ budur. The results bitdi. Were. Novels are. Types are. Fikir verirsiniz? Production təkdə, writer təkdə. Ondan sonra, indi burada ikisi cəmli deyəlim ki, seçə bilmirəm də. Amma adətən testlərdə birini cəm, birini tək verir ki, siz çaşasınız, diqqətiniz yayılsın. Amma bu bizim bu videoya baxandan sonra mümkün olmayacaq, diqqətimiz yayılmayacaq. Davam edirik. Yenə də deyik ki, əgər mübtəda həm of, həm də ənd ilə, yəni bayaqki məsələ of da var, ənd də var, mən nə ilə uzlaşdırmalıyım? Təbii ki də söz önüdən qabağa, ofdan qabağa baxıram, məsələ bitmişdir. Result cəmdə, have cəmdə. Buradakı of qaydası isə, bunu daha çox diqqətinizi yönəldir. Biz bayaqdan deyirik ki, ofun önünə bax, ofun önünə bax, düzdürmü? Amma bu, belə deyək də, ofla düzələn isim deyil. Bu bir konstruksiyadır, düsturdur, əzbərlənməli düsturdur. Biz bunu harada eşitmişik? Təyinləyicilər dərsində, yəni quantifiersdə. Deyir ki, a number of, the number of. Ən çox problemli məsələdir. A lot of, nə bilim, lots of, plenty of, bunlarda problem olmur. Niyə? Çünki biz bunu aşağı yuxarı əzbərləmişik ki, a lot of'dur, lots of'dur, plenty of'dur. Bunlar özündən sonra həm cəm istəyir, həm salimdir. Amma a number of, the number of da çox diqqətli olun. Biri var diqqətli olun, bir də var çox diqqətli olun. Gəldim bura. Niyə görə deyirəm? Məsələn, a number of-dan sonra cəm isim. Hər ikisindən sonra cəm isim gəlir. Və abituriyent yaddan çıxardır ki, ayalıq görəsən, deməli, bunların xəbərində fərq var. Amma hansının xəbəri təkli yadından çıxır. Və neyinir? Başlayır təxəyyül yürütməyə. Yəni, fikir yürüdür ki, deməli, gəl məntiqi əlaqə quraq. Birə bərabər, biz isim dərsində demişik ki, EN bərabərdir bir rəqəmlə. Deyir, yaxşı, EN birə bərabərdirsə, gəl a number of-un xəbərini təkdə qoyun, z number of-un cəmdə qoyun. Və belə bir fikir yürüdür və bununla da bitmişdir. Təbii ki, o tez səhv çıxacaq. Yoldaşlar, diqqətinizi bura yönəldin, fokuslanın bura. A number of cəm isim, xəbər cəmdə. Xəbər cəmdə. The number of cəm isim, xəbər təkdə. Yoldaşlar, mütləq şəkildə buna bir fokusunuzu çox yönəldin və təkrarlayın. Z number of tək xəbər, Z number of tək xəbər, Z number of tək xəbər. Bu formada o qədər təkrarlayın ki, yəni beyninizə, şuurunuzun altına o yerisin, yəni. Bu mütləq şəkildə. Bilirsiniz nəyə görə? Belə xırda qaydalar hal-hazırda bizim gözümüzə sadə gəlir. Amma imtahan ərzində baxırsınız ki, çox primitiv bir şey bilmirsiniz. Yəni, o da insan neyini pis təsir edir ki, o boyda hazırlaş, amma get səhv yaz. Allah uzaq eləsin. Deməli, a number of-la bərabər bu ifadələrimiz də var. Huge, təbii ki də buradakı fərqli məqam bilsi nədir? Qarşısında təsvirici təyinlər yazıb, yəni huge, great, large. Yenə də fərq yoxdur. Cəm isim, xəbər, cəmdə. Yəni, bəzən abituriyent deyir ki, siz a number demişsiniz, a large number deməmişsiniz ki, nə fərqi var?
Zaten a number ifadəsidir. Ona biraz neyini bəzək düzək veribdir. A large number. Heç bir fərqi yoxdur. Aha. Nəhayət 4-cü qrupa gəldik, çatdıq. Birinci qrup nə idi? 2 isim yanaşı gələrsə, ikinci qrup 2 isim arasında of varsa, üçüncü qrup 2 isim arasında söz önü varsa və nəhayət 4-cü qrup 2 isim arasında apostrof s varsa, mən nə ilə uzlaşdırıram? Sadə. Apostrof s-dən ikinci tərəfə baxıram. Deyirsiniz ki, müəllim, biz bunun başqa bir yolu var tapmaq. Təbii ki, yəni tərcümə. Bu qadınların masası, yəni masadan söhbət gedir. Ona görə table nədir? Təkdədir. Bu həkimin məsləhəti və yaxud da ki, həkimlərin məsləhəti yaxşıdır. Yaxşı olan həkimdir yoxsa məsləhət? Həkimin məsləhətidir. Ona görə advice, table, school nədir? Xəbərlər onunla uzlaşacaq. Bu qədər sadə. Deyək ki, mübtəda gerund və məslərlə olarsa və biz bunu necə aşılayırıq? Cümlə ayıncili feil və tuğlu feillə başlayarsa, gözümüzü yumuruq, xəbəri təkdə yazırıq. Məsələ bitmişdir. Bir daha deyirəm. İndi bəlkə də sizə belə qəliz gələ bilər ki, gerund nədir, məslər nədir? Yoldaşlar, belə qavrayın. Cümlə ayıncili feil və tuğlu feillə başlayarsa, oradakı ismin nə olmasının mənə önəmi yoxdur. Aydındır? İndi fikir verin bura. Deyir ki, reading a lot of history books. Yəni, normalda mən neynəməliyim? Mübtədam isimlə ifadə olunur, əksərən, %95%. Və mən neynirəm? İsmə baxıram, books cəmdə, are cəmdə. Yəni, bunu ümumən belə top yekun baxmıram, ona görə də səhv edirəm. Yoldaşlar, cümləmiz ayıncili və tuğlu feillə başladısa, heç gerisinə baxmayın, xəbəri birbaşa təkdə yazın. Görürsən, isim cəmdədir. Yəni, Türklər demiş ki, umurumuzda deyil. Niyə? Çünki mübtədam ayıncili və tuğlu feillə başladığına görə. Bu hissə harada tanış olmuşam? Olmazsam eni. Mən bu hissə ilə əvəzlikdə, mən bu hissə ilə təyinici dərsində tanış olmuşam. Biz orada da vurğulamışıq ki, yoldaşlar, bu üçüncü qrup belə deyək, təyinicilərdir və əvəzliklərdir. Özündən sonra cəm isim də gələ bilər, sailmen isim də gələ bilər. Çox sadə. Cəm isim gələrsə cəm xəbər, sailmen isim gələrsə, sailmen isim zaten təkdədir. Xəbər də təkdə olacaq. Yəni, burada fərqli bir məqam yox. Most of the money, all of the furniture, money, furniture. Some oil xəbər nədir? Hamısında təkdədir. Və yaxşı, bunlardan sonra əvəzlik gəlsə necə olar? Yəni, heç bir problemi yoxdur. Yəni, almost, some, any, əvəzlik xəbər cəmdə. Us, you, them, bunlar hamısı nədir? Cəm. Cəmdirsə cəm verəcəm. Bu qədər bəsit və sadə. Sonra gəldi 11-ci maddəmizə. Each, one, every, either, neither, none. Yoldaşlar, deməli, burada yenə deyirəm, biraz da diqqətimizi artırırıq. Bunlardan sonra necə isim gəlməlidir? Tək isim gəlməlidir. Xəbərdə neydə olacaq? Təkdə olacaq. Fikir verirsinizsə, each, every, one, either, neither, none. Bir də burada of məsələsi var. Bu nə deməkdir? Yoldaşlar, ümumən nandan sonra isim gəlməz. Aydındır. Amma məsələ ondadır ki, mən içdən də sonra, ayzədən, fikir verirsiniz, every demədim ha. İç, van, every'ne çıxdım oradan. Ayzə, nayzə, nan. Bunlardan sonra of gəlsə necə olacaq? Bax, of gəlsə, iç of, cəm isim, xəbər tək. Van of, cəm isim, xəbər tək. Deməli, fikir verirsinizsə, one of-dan sonra cəm isim gəldi. İki isim arasında söz önü var. Söz önüdən qabağa baxıram. Problems. Deməli, one of the biggest problems in the world today. Deməli, xəbər nəydə olmalıdır? Cəmdə. Deməli, normalda mən çaşmalıydım ki, problems cəmdə, is təkdə. O necə olur? Bu bir ifadədir. İstəsəniz, bu videonu mən danışandan sonra saxlayın, qeyd aparın. Each of, one of, either of, neither of, none of. Bunlardan sonra cəm isim, xəbər təkdə. Bu bir aksiomadır. Bunu belə də əzbərləyin. Bu 5 dənəsini ayırın, of yazın, cəm isim, xəbər təkdə. Amma of olmasa, each, one, every, either, neither, none bunlardan sonra isim təkdə olacaq və xəbər də təkdə olacaq. Of məsələsini evrini qatmadım. Bax, yenə deyirəm, ofda evri yoxdur. Yəni, every of deyilən şey qətiyyən yoxdur. Yəni, əvəzlik dərsidir, bir daha təkrarlanmış olan. Burada fərqli bir məqam yoxdur. Törəmə. Törəməni biz əvəzliyi keçəndə 3 dənə qızıl qaydasını demişdik.
Törəmədən sonra of gəlməz, törəmədən sonra isim gəlməz, törəmədən sonra xəbər təkdə. Çox. 3 dənə qızıl qaydanı tətbiq edilən bura. Someone, everybody, nobody, xəbərim hardadır? Deməli, has xəbər təkdə, ondan sonra was xəbər təkdə, knows xəbər təkdə. Bu qədər bəsit. Yəni, daha da uzatmağa ehtiyac yoxdur. Sonra gəldim hansına? Getdik çıxdıq bağlayıcıya. Biz bununla keçmişik. Təbii ki, bildiyimiz şeylərdir. Neither, nor, either, or, adi, or, not only, but also. Bəs bunlarda mən xəbər nə ilə uzlaşdırıram? İkinci tərəflə. Neither, nor deyirsə, nordan gələn tərəflə. Yəni, bax, ikinci tərəf buradır. Either, or deyirsə, ikinci tərəflə, ordan sonraki ilə. Məsələn, adi ordursa, dostlar yoxsa mən. Bax, orada görürsünüz, or var, adi bir or. Oradan sonraki tərəflə. Not only but also-dan sonra gələnlə nə edirəm? Xəbəri uzlaşdırıram. Neither the teacher təkdə, nor the students cəmdə, students are, bitdi. Teacher is, bitdi. Damages nə ilə uzlaşır? Bax, fikrin 2 dənə or var. Təbii ki də özündən sonra gələn isimlə. Deməli, true cəmdə, daha doğrusu drawing ing ilə başladığına görə təkdə. Yəni, orun sağ-sol məsələsində sağına baxıram. Bax, fikir verin, sağ və sağ tərəfi. Bunların hamısı əzbərlənməlidir. Elə bil ki, qaydaların püf nöqtələri, yəni incəliklər yığışıb, hamısı gəlib bir yerə. Deyir ki, mübtəda söz birləşməsi ilə verilərsə, xəbər ikinci ismə görə seçilir. Çünki söz birləşməsinin əsas tərəfi ikinci isimdir. Məsələn, baxın görün, bu fərqli bir şeydirmi? Yox. Biz dörtlük kompozisiya saymışdıq, apostrofes, of, söz önü də budur. İki isim yanaşı gələrsə, ikinci əsasdır. Computer skills, hansı əsasdır? Skills. Bitdi. Deməli, ikinci isimlə xəbər uzlaşır, ikinci isimlə xəbər uzlaşır. Bundan əvvəlki maddələrdə bu barədə azdan çoxdan məlumat vermişdik. Davam edeyim. Deməli, boss əvəzliyi və boss and bağlayıcısı. Bəzən əksəriyyətimiz elə bilir ki, bossla boss and eyni şeydir. Amma yenə dediyim bir fərq yoxdur. Boss əvəzliyidir, boss and bağlayıcıdır. Boss və boss offlarda fikir verin, cəm isim və xəbər cəmdə olur. Yəni, bunun bir istisnası yoxdur. Bir dənə burada fikir verin, boss and deyəndə xəbər hissəsinə odaklansam, heç bir orada çaşqınlıq yoxdur. Yəni, bunu hara fırlatsam cəmdədir. Amma bir dənə bu hissədə fikir verin, boss my sister and her friend. Deyərsiniz ki, mən bossdan sonra niyə cəm gəlmədi bunlar? Yoldaşlar, boss and bağlayıcıdır və həm də deməkdir. Həm o, həm bu. Yenə də hara baxsam 2 nəfərdir, biri bacımdır, biri dostumdur, ona görə xəbər təkdədir. Amma yox, adi bossdan söhbət gedəcəksə, əvəzlik kimi, deməli, özündən sonra mütləq cəmdə yazacağam. Burada hal-hazırda nədədir? Bağlayıcıdır. Boss of, cəm isim xəbər cəmdədir. Məsələ bitmişdir. Boss'un bir dənə də ayrıca qaydasını deyim. Boss inkarda işlənməz. Niyə? Çünki boss'un inkar qarşılığı var. Neither. Mən niyə görə onu işlədim? Sonra başı bəlalı olan bu isim. News. News sayılmayan isimdir. Bunun sonundakı s yoldaşlar sonradan artırılma deyil. O kökə daxildir. 4 hərfdən ibarət bir sözdür. News sayılmayan isimdir. Sayılmırsa əla, xəbər də təkdədir. Bu qədər sadə. Digər başı bəlalı bir isim polis. Cəm isimdir. Yoldaşlar, buradakı məsələ nədir? Buradakı məsələ ondan ibarətdir ki, biz demişdik ki, şəkilsiz istifadə etmədən cəmlənən isimlər. Deyirik ki, təki cəmi eyni olanlar var, kökündən dəyişənlər var və üçüncü qəbilə toplu kollektiv cütlük təşkil edənlər. Bu, toplu kollektiv olan isimdir. Polisi harada gördüm, xəbəri cəmdə götürürəm. Və digər problem ondadır ki, polis sözü ilə polismen sözü eyni deyil. Burada men var. Artıq 2 tərəfdən ibarətdir. Deməli, bu təkdədir. Men ilə isə kökündən dəyişsə cəmdə olacaq. Polis woman, polis inspektor fərqi yoxdur. Polis officer, yəni bunların təki cəmi var. Amma bizim danışdığımız polis sözüdür ki, bu cəmdədir, xəbərdə cəm olmalıdır. Bu qədər sadə. Digər bir müddəyə gəldik. As well as, together with və with məsələsi. Hara baxıram? Önə baxacam, yoldaşlar, önə. Deyir ki, Simon together with his friends. Baxıram, həm təkdir, burada da cəm var. Nə etməliyəm? Bu bir düsturdur. Bunu əzbər bilirəmsə yazacağam. Bilmirəmsə yaza bilməyəcəm.
Together with qabağa baxdım. As well as qabağa baxdım. Ondan sonra with qabağa baxdım. Xəbərlər də ona görə uzlaşdı. Aydındır. Bu. Bir dənə fikir verin, uzlaşmaya baxın. Hamısının önünə baxdım. Məsələ bitdi. Bu qədər sadə. Deməli. Aha. Yeni bir dərsimi? Təbii ki də xeyr. Biz bunu isim dərsində də demişik, sifət dərsində də demişik. Substantivləşmə, yəni isimləşmə. Necə baş verir? Sifətdir, rich. Qarşısına z article gəlir. Bir də bunu biz article-da da işləmişik. Təzən 3 dəfə işləmişik və bu 4-cü dərsimizdir ki, 4-cü dəfə işləyəcəyik. Deməli, rich sifətdir. Qarşısında, bax, en-dən söhbət getmir. İminli z-dən gedir. Z article, yəni the gələrsə, nə olacaq? İsim. Necə isim? Cəm isim. The rich, varlılar. The blind, körlar. The poor, kasıblar. Bitdi. Xəbərdə nə olmalıdır? Cəmdə. Live, are, have. Bax, görürsünüz, hamısı cəmdədir. İstisnasız. Sonu icısı şəkilçisi ilə bitərsə, mathematics, economics, physics, icısı. Gördünmü? Yaz ora təkləri bitdi. Bu da bir qaydadır. Mən bunu harada işləmişəm? İsim dərsində. Bu qədər sadə. İsimdə. Sonra 21-ci müddəyə bir dənə fikir verin. Deyir ki, oyun adları. Zaten mən bunları isim dərsində sayılmayan isimləri qruplara həmin o bölünməsində bunların adını çəkmişəm. Bölmüşəm ki, sizə daha rahat olsun. Məsələn, müzərrəd isimlər, maye halda olanlar, sonra icısı ilə olanlar, oyun adları, fənn adları. Yəni, bu kimi qruplar var idi orada. Əzizim, bunlar orada hamısı deyilibdir. Oyun adları, fikir verin, sonunda S var, amma biz deyirik ki, oyun adları təkdədir. Təkdədirsə, sayılmırsa, xəbərdə təkdə olmalıdır. Şu, bu qədər sadə. Bir dənə bu dırnağın içinə çox diqqətlə fikir verin. Sonu S-dən bitir və bu bizi problem yaradır. Amma bu gündən sonra yaratmayacaq. Niyə? Çünki fokusumuzu yönəldirik. Deməli, S varsa mütləq şəkildə baxıram ki, oyun adıdır, xəbər təkdə olur. Məsələ bitmişdir. Daha sonra isə birdən böyük digər miqdar sayıları. 100, 1000, milyon, trilyon, bu formada bütün həmin o sıra sayılarında nə edirik? Yoldaşlar, 100, 1000, million, billion, jillion, bunlar cəmlənmir. Bunlar S qəbul eləmir. Niyə? Bir dənə çox diqqətlə bura fokuslanın. Məsələn, bu E olsa, deyərsiniz ki, mənim E 1-ə bərabərdir, E-N 1. Yaxşısını xətrinizə 8 yazın, 5 yazın, 10 yazın, fərq eləmir. Yenə də 100 təkdə olacaq. Söhbət 100-dən gedir. Yəni, 200 deyilən şey yoxdur. Mən hal-hazırda bu bəndi izah eləməkdənsə bütünlüklə, integrativ formada izah eləm. Həm sayı izah eləm, həm də bu bəndi. 200 deyilən şey yoxdur. Burada 2 də olsa, 5 də olsa, 1 də olsa bu şəkilçi qəbul etmir, isim cəmlənir. Məsələn, burada digər bir bəla nədir? Sonra da deyir ki, mənim bu EN 1-ə bərabərdir. Biz onda deyirik ki, əskər də 1 olmalıdır. Ay yoldaş, 100 deməkdir, 100. 100-dən orada əskər var. Ona görə əskər istəyir E100 olsa da cəmdədir, 200 olsa da cəmdədir, fərq eləmir. Burada əsas sizi fokuslamaq istədiyim, odaqlandırmaq istədiyim məqam, burada rəqəm 5 olarsa 100 S qəbul eləmir. İndi bir sual verdiniz, mən bunu eşidən kimiyəm. Deyərsiniz ki, müəllim, heç mi belə bir versiya yoxdur ki, bu 100, 1000, million, billion, jillion, bunlar S qəbul etməsin. Var, bir şərtlə. Bunlardan sonra of gələrsə, yəni 100 of, thousands of. Of varsa, artıq o biraz bədii tərcümə olunur. Larla, lərlə. Məsələn, yüzlərlə insanlar. Hundreds of people. Fikir verdin, yüzlərlə. Mən daha orada hundreds of-un qabağında EN işlədə bilmərəm, rəqəm işlədə bilmərəm. Niyə? Çünki o bədii ifadədir. Hundreds of, thousands of, iki tərəf. Hundreds of, thousands of, S of, bu formada. Yəni, bu bədii ifadədir. Larla, lərlə. Mən bunun qabağına rəqəm yazmışam, belə şeylə mümkün deyil. İsim zaten dəyişən bir şey yox. Yüzlərlə insanlar. Yəni, 100 insan desəm də people cəmlədir, yüzlərlə də desəm isim cəmlədir. Yəni, isimdə dəyişən bir şey yoxdur. Bax, burada sayda dəyişən bir şey var. 100, 200, hundreds of, 3 məqam. 100, 200, hundreds of, 3 dənə məqam. Yəni, bu sazında da aiddir, fərq yox. Sadəcə bir dənə 100 üzərinə nümunə verdim. Gəldik nəyə?
Demək olar ki, çox önəm verəcəyiniz məqam 23. Fokusunuzu verin. Niyə? Çünki biz burada deyirik ki, S cəm şəkilçisidir, qəbul edir və xəbər cəmdə olmalıdır. Net. Amma bircə faiz zaman, məsafə, pul vahidləri bəli, cəmlənir. Manatdır, dollardır, evrodur, mildir. Bunlar cəmlənir. Allah. Amma xəbər nədə olacaq? Təkdə. Fikir verin. $8 is. Normalda baxıram ki, bu say çoxdur. S qəbul etmirsən. Məsələn, $1 da deyirəm, $8 da deyirəm. $8 S. S ola yeganə konstruksiya budur ki, mən tək deyirəm. Fikir verirsiniz, zaman, məsafə, pul vahidlərində nəydə olur? Təkdə olur. Deyir, mübtəda faizlə ifadə olunarsa. Yəni, burada çətin bir şey yoxdur. Mübtəda istəyir 1% olsun, istəyir 10% olsun. Təbii ki də buradakı isimdə bir paralellik olmalı, bir uyğunlaşma olmalı. İsimdə, məsələn, bu cəmdə, bu da təkdədir. Məsələn, verb təkdə, has təkdə, students cəmdə, hər cəmdə. Bu qədər sadə. Çox bəsit. Aha. Deyir ki, uzlaşmaya aid test nümunələrində bəzən sual cümləsi şəklində verilir. Verilsin, heç bir problem yoxdur. Yenə də mübtəda nəticə onunla uzlaşdırıram. Mübtəda jeans, xəbər cəmdə. Yəni, bu cəmdə. Məsələ, burada heç bir fərq yoxdur. Köməkçi feillə neynirəm? Mübtədanı uzlaşdırıram. Məsələn, gəldim bura. Has a lorry with large boxes. Yoldaşlar, burada iki isim arasında söz önü var. Hara baxıram? Söz önündən qabağa. Yəni, lorry, yük. Yük təkdə, bu da təkdə. Yəni, bu da çox sadə, primitiv bir şey. Sonra deyir ki, mübtəda feili sifət tərkibi ilə verilərsə, xəbər feili sifətdən əvvəl gələn isimlə uzlaşır. Yəni, most of the guests invited to the party. Mən burada nəyə baxıram? Yenə də qabağa baxdım. Guests cəmdə, have cəmdə. Bu qədər sadə. Məncə bundan yekunlaşmalıyıq. Bayaq bizim dediyimiz o dörtlü isim kompozisiyası var idi. Onu istəyirsiniz, düstur kimi sizə yazın, dəftərinizə qeyd edə bilərsiniz. Məsələn, isim, 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 apostrof S, isim, isim, of, isim, isim. Şərt olaraq bir dənə söz önü yazın. In. İsim. Yoldaşlar, iki isim yanaşı gələrsə, ikinci isimlə xəbəri uzlaşdırıram. İki isim arasında apostrof S varsa, ikinci isimlə xəbəri uzlaşdırıram. İki isim arasında of varsa, ikinci isimlə xəbəri uzlaşdırıram. Fikir verin. O hardan gəldi? Birincidən. Deməli, iki isim arasında of varsa, ismi hansı ilə uzlaşdırıram? Birinci isimlə. İki isim arasında söz önü varsa, xəbəri birinci isimlə uzlaşdırıram. Bu qədər sadə. Sxemə fikir verin. Ya istəyirsiniz bunu belə göz yaddaşından əzbərləyin, ya istəyirsiniz tərcümə ilə tapın. Ürəyiniz necə istəyirsə, o formada da edin. İki isim yanaşı, apostrof S, of, bir də söz önü məsələsi. Yoldaşlar, videomuza baxmağı, bəyənməyi, paylaşmağı unutmayın. Hər kəs nəsiblənsin. Hər kəsə uğurlar.